Salam bir daha değerli izləyicilər. Baxaq deməli bir kodlaşdırmadan bilirsən bir suala. Aşağıdakı şərtlərə uyğun neçə 8-li ədəd var? 4 rəqəmdən ibarət olmalıdır. Deməli 4 rəqəmdən ibarət olacaq. 2 rəqəmi 4 olsun, amma bitişik olmasın. Burada gələ bilər. Burada gələ bilər. Yan-yana olmasın da yəni. Burada ola bilər, burada ola bilər. Bir də harda olacaq? Kənarlarda olacaq da, başqa bir yeri yoxdur. 4-dən başqa digər bütün rəqəmlər yalnız bir dəfə istifadə edilsin. Yaxşı. 4 rəqəmləri arasında yalnız 5-dən kiçik olmayan rəqəmlər olmalıdır. Baxın, 5-dən kiçik olmayan rəqəmlər deyirsə, deməli burada ola bilər 5, 6 və 7 də, düzdür? 4 rəqəmlərin arasında da bax 4 burada, burada. Ara hissədə burada 5 və 6 və 7 ola bilər. Başqa heç nə. Amma C şərtində də deyirdi ki, 4-dən başqa digər bütün rəqəmlər yalnız bir dəfə istifadə edilsin. İndi məsəl üçün mən 5-i burada istifadə edədimsə, 5-i artıq buraya yaza bilmirəm. Bura 6 ilə 7-ni yazıram. Bu öz yerində. Sonra yuxarıdakılara baxaq. Deməli, məsəl üçün bura 5, 6, 7-ni qoyduq. Burada 5-i istifadə edədimsə, artıq bu sonuncu mövqedə istifadə edə bilməyəcəm. Sonuncu mövqedə amma 0-da yaza bilirəm. 1, 2-ni, 3-ü, bir dənə 4-ü yaza bilmirəm. Bir dənə 5-i yaza bilmirəm. 6-nı, 7-ni də yazıram. Burada da deməli, məsəl üçün 5-i, 6-nı, 7-ni qoyduq. Tutaq ki, 5 burada istifadə olundu. Burada demək 0, 1, 2, 0 nə idi? 0 ilə başlaya bilməz. 1, 2, 3, 4 olmaz, 5 olmaz, 6 və 7. Vəssalam, deməli birinci sətrimiz neçə eləyəcək? 3 vurulsun neçə? 6, 18 buradır. 5 vurulsun 3, 15 buradır. 3 vurulsun 2, 6 da buradır. Bu neçələrdir? 21. Bunda 21 gələndə 9, 39. Cavabımız nə olacaq? B variantı. İzlədiyiniz üçün təşəkkürlər. Keçirik növbəti sualımızın izahına.